Ümumiyyətlə seçki qabağı biz həmişə şahidi oluruq ki, müəyyən qruplar burada yaşayan azərbaycanlılara qarşı zorakılıq həyata keçirirlər. Bu adətən onların milli kimliyi ilə bağlı olur və dəfələrlə onlara həmişə vurğulayırlar ki, gedin buradan, gedin öz ölkənizə, yəni bu təbii ki, Azərbaycanı nəzərdə tuturlar. Və təbii ki, bu xoşa gəlməz haldır və bunun davamlı şəkildə baş verməsinin səbəbi də ondan ibarətdir ki, baxmayaraq ki, istintaq başladılır, baxmayaraq ki, polis işə qarışır, ancaq çox təəssüf olsun ki, bunun hər hansı bir nəticəsi olmur. Ən son hadisədə nə vaxt ki, az yaşlı döyülmüşdü, ona görə Azərbaycan dilində danışmırdı, baxmayaraq onun qanuni haqqıdır ki, öz ana dilində özünü ifadə etsin. Təbii ki, Gürcü dilini bilmək vacibdir, amma bu demək deyil ki, dil bilmədiyinə görə kimə qarşısa da bu şəkildə zorakılıq və təzyiq göstərilməlidir. Və müvafiq olaraq bu hadisə də eyni şəkildə davam etdi. Ancaq bu köhnə hadisələrdən fərqli olaraq bu dəfə gördük ki, bu prosesə təbii ki, uğur dünyasının aləmi və eyni zamanda polislər birbaşa qatılmışdı və onlar qapı-qapı düşərək, insanları qorxudaraq, xüsusən həmin ailəyə təzyiq göstərərək şikayətdən imtina etməyi tələb edirdilər və zərər çəkən kimi məsələ ilə bağlı hər hansı bir pretenziyaları olmadığını bəyan etmək üçün şəxsən polislər ailənin yanına gedib və onlara gətiriblər polis idarəsinə ki, siz rəsmi şəkildə imza atın ki, sizin hər hansı bir bu məsələ ilə bağlı pretenziyanız yoxdur. Və burada biz görürük ki, bu açıq aydın dərəbəylikdir. Hələ görməmişəm ki, mərkəzdən bundan bağlı xalq müdafiəçisi və ya müəyyən qurumlar hər hansı bir münasibət bildirsin və çox təəssüf olsun ki, bundan bağlı hər hansı bir mühüm deyək ki, qərar və ya bəyanat görməli, daha çox regional səviyyədə düzdür, mərkəzi media bunu təbii ki, işıqlandırdı. Qarşı tərəfin təhdidləri və ailəyə müəyyən bir sosial təminat verməsi qarşılığında da ailənin şansı qalmayıb, belə deyək, həm yolu qalmayıb fiziki olaraq. Çünki burada həm onlara qarşı mənəvi dəstək var idi, həm psixoloji dəstək, eyni zamanda əgər şikayətlə bağlı deyək ki, pretenziyası olsaydı gələcəkdə onun bir problemlər gözləyəcəyini qeyd etmişlər. Bütün bunlardan irəli gələrək ailə öz şikayətini geri götürmüşdür və bildiyim qədərilə həmin ailədə əlil şəxs də var.